Evden oturup, evden. Biz de bilirik ki bizi izləyir. Hatta bizim yanımıza gəlirsə, sələfilərə böhtan atmışdı ki, sələfilər dövlətə qarşı çıxacaqlar ikinci FETÖ meto. Biz ona cavab verdik, elhamdülillah. Heç bir cavab tapa bilmədi. Evdən, evdar, ben de demirəm kimlər kimi, yəqin ki başa düşür, evdar kimlərə deyilir. Onlar kimi oturup evdən altdan yazıb komment ki, Allaha böhtan atanların mənə böhtan atmalarına mı təəccüblənəcəm? İddia eləmişsən ki, bizdə FETÖ'çülük var. Biz sənə cavab vermişik. Çıx cavab ver. Çıxırsan arvadların qabağına, jurnalist qadınların qabağına, sənin mikrofon uzadırlar, cavab verirsən ki, yox elə deyil, mənə böhtan atırlar. Mən deməmişəm, kim istəsə, üzr istəyirəm saqqallardan, lakin demək lazım ki, o xalqımız bilsin. Mən deməmişəm, deyir, heç kim cinsiyyət üzvünü dəyişdirə bilər. Üzü yalancı adamdır, o, subhanallah. Təsəvvür edirsiniz, adam necə yalancıdır. Maraqlısı oldu ki, belə adamlar, biz bunların sözlərini qoyanda öz videolarından qoyuruq. Öz videoya baxırsan, sonra deyirsən ki, bunu deyənlər yalancıdır. Sən evdə, sən bir ailə başçısısana kişi. Sən bir evin başçısısan. Evdə sən ailənin, uşağın, evlatlarının üzrə necə baxırsan? Bu da sənin videondur, bu da sənin videondur. Sağda da sənsən, solda da sənsən. Deyirsən, yalan deyirlər. Necə bir yalan deyə bilər? Sən bilirsən axıdama. Bir sual verirlər ki, sən demirsən ki, bəs bir insan cinsiyyət üzrünü dəyişə bilər. Deyir, yox, mən elə deməmişəm. Böhtan atırlar. Məsələnin kontekstindən çıxardıblar. Lazım olan yeri kəsirlər. Sənə sual verirlər verilişdə ki, filan kəs məsələn dünyada böyük izlər qoyub. Amma adam, necə deyərlər, LGBT-nin üzvüdür. İndi o cəhənnəmli idi. Sən cavab verirsən ki, adama, həmin qadına. Cavab verirsən ki, heç kim deyə bilməz ki, o cəhənnəmli idi. Bəyəm o cənnətdə üstə kiminsə yerini dar eləyəcək. Heç kim onun işinə qarışa bilməz. Heç kim, o neyini heç kimə dəxli yoxdur. Sən bunu demirsən, biz də demişik ki, adam icazə verir belə şeyə. Əgər sən bundan çəkindirirsənsə, deməlisən ki, ola bilər yaxşı əməlləri var idi, böyük izlər qoyub. Amma Allaha qarşı gələn olur. Allahın qadağa elədiyi əməli eləyib, böyük günah sahibidir. Tövbə eləməyib ölsə Allah ona cəza verəcək. İndi deyir ki, mən nə deməmişəm deyir. Mən demişəm, bir nəfər gəl mənə yaxınlaşır, deyir ki, mən filan vaxtda filan şey olmuşam, indi tövbə eləmişəm. Deyir, nə deyir, sizin onun tövbəsini qəbul eləməyək. Məyər biz belə deyirik. Biz deyirik ki, kim belirsə böyük günah sahibidir. Tövbə eləməyib ölsə Allah onu cəhənnəmə salacaq. Əbədi cəhənnəmdə qalmayacaq, əgər müsəlmandırsa. Ruhara fırladı. Özün demişsən də, qardaş, özün demişsən. Nə demişsən, onu demişsin.